Salam əziz dostlar, məlumat üçün deyirəm ki, biz Qubamızın mərkəzində, Qələbə küçəsinin sol hissəsində Nur Market dükanının arxa tərəfindəyik. Fövqəladə Allah Nazirliyin yanğın söndürmə idarəsinə gedən yoldur. O vaxtlar burada bir yekə bina var idi. O bina nəsə yarımçı qalmışdı, söküldü. İnsanlarımız xahiş edirlər ki, adiyyəti qurumlara çatdıraq ki, bu binanın yerində var belə bir natəmizlik yaranıb. Sağ olsun Qubamızın kommunal xidməti işçiləri dəfələrlə burada təmizlik işləri aparıblar. Amma insanlar yenə də getirib zibili belə bir məişət tullantılarını atırlar bu hissəyə. Burada da böyük bir belə zibilxana yaranıbdır. Mən də özümə borc bildim ki, bu problemi çəkim işıqlandırım. Sağ olsun kommunal xidmətləri idarəsinin rəhbərləri dərhal reaksiya verdilər. İnşallah sabah tapşırıqlarını verdilər. Bura texnika cəlb olunacaq. Buralar çiçək kimi təmizlənəcək. Bu da gözəl işdir. Günü-gündən abadlaşan, gözəlləşən Qubamıza daha bir gözəllik qatacaq. Fürsətdən istifadə edib hamısına təşəkkür edirəm. Allah sizi canınızı sağ eləsin. İndi Allah qoysa təmizlənəcək, gözəlləşəcək bura. Yenə də çəkib diqqətlərə çatdıracaq. Allah canınızı sağ eləsin. Təşəkkür edirəm sizə.